Əziz həmvətənləri, möhtərəm müsəlmanlar, gəlin dəvələr haqqında maraqlı bir hədisi də qeyd edək. Deməli, Abdullah bin Cəfərdən rəvayət olunur ki, Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm ənsarlı bir kişiyə aid olan bir dəvə saxlanan yerə gəlir və onun yanında da bir bostan, yəni bir yaşıllıq olan bir yer var idi. Və bir az kənarda bir dəvə Peyğəmbəri görən kimi inildiyir və ağlamağa başlayır. Və Allahın elçisi, rəhmət Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm o dəvəyə yaxınlaşır, əlini ona toxundurur və dəvə sakitləşir və ağlamasını və iniltisini kəsir. Dəvə sakitləşir. Sonra isə orada olan şəxslərdən, Allahın elçisi sallallahu aleyhi və səlləm orada olan şəxsdən birindən soruşur ki, bu dəvənin sahibi kimdir? Və deyirlər ki, bir kişi yaxınlaşır, ənsarlı bir kişi yaxınlaşır, deyir ki, bu mənim dəvəmdir, Allahın elçisi. Deyir ki, Allahın sənə mülk olaraq verdiyi bu heyvan haqqında Allahdan qorxmursanmı? O mənə şikayət etdi, ağladı və şikayət etdi ki, sən onu çox işlədirsən və sən onu az qoyursan. Onun haqqında Allahdan qorx deyərək Peyğəmbər sallallahu aleyhi və səlləm ona nəsihət edir və tövsiyə edir. لا لا تصوير لا لو فيديو نتعرف قرب بس كده صورة دي في بلد خالد لا مرة ها على فهم خالص